Dağlıq yerdə bizim düzümüz vardı. 460 hektar yer. Arpa əkirdim, taxıl əkirdim. Bu il elə 30 hektar taxıl əkmişəm. Sınaq üçün 1 hektar noxud əkmişəm. Camaat işləməyə, qoy yerlər açılsın. Elə yanımda 3-4 nəfər işləyir. Dağlıq ərazidə yerləşməsinə baxmayaraq, sahədə suvarma ilə bağlı problem yoxdur. Suyun bol olması əkin sahələrinin vaxtında becərilməsinə imkan verir. Sahibkar daxili bazarı yerli məhsulla təmin etmək üçün sınaq məqsədi ilə müxtəlif bitkilər də əkir. Sınaq üçün əkmişəm ki, sarımsağı ki, görək kəndimizdə sarımsaq olursa, onu da nəzərdə tutmuşam ki, 2 hektar sarımsaq əkəm faizdə. Noxudumun yarısını suvarmışam, yarısını suvarmamışam. Bunu suvarmadığımdır ki, bunlar çiçəyə gedibdi. Görək, demiyə də nətər olur, susuz yerdə. Sulu yer nətər olur. Bunların hamısını sınaqdan bu il keçirdirəm ki, elə yer var ki, noxud çox su istəmir də. Su çox istəsə, biləcəm də hara yaxşıdır. Təsərrüfatın genişləndirilməsində maliyyə dəstəyi də mühüm rol oynayıb. Sahibkar 15 min manatlıq kreditlə iş prosesini tam mexanikləşdirib, yeni texnika alıb. Keçən il elə banka girdim, Respublika Bankdan pul götürdüm, 15 min. Traktor aldım, vermişəm elə kətçim işlədir. Zəhmətkeş torpaq mülkiyyətçimizə bol məhsul arzusu ilə Adilə Səfərova, Əfqan Hüseynov, NTV Xəbər.